Bismillahirrahmanirrahim. Salam, hər vaxtınız xeyir və bərəkət dolu olsun İslami Dəyərlər verilişinin izləyiciləri. Ramazan ayının mübarək gecəsində, Quranın nazil olduğu ayda İmam Əli əleyhissalamın zərbətləndiyi və eləcə də rəhmətin, məğfirətin cəm olduğu, günahların bağışlandığı, şeytanın zəncirə bağlandığı, daha da qısa desək, ən gözəl aylardan biri olan Ramazan ayında sizləri xoş gördük əziz izləyicilər. Sizlərlə görüşə gəldik ki, yeni mövzularımızı müzakirə edək. Mövzularımız, bugünkü mövzumuz isə əvvəlki verilişimizdən ki, bir hissəmiz qalmışdı ki, zamana yetişdirə bilməmişdi, zaman vaxtından çox qısıtlıydı. Biz bugün həmin mövzunu davam edəcək. Mövzumuz zikr idi, yadınızdadırsa. Və zikrin barəsində olan insan nəyə görə zikr etməlidir? Qonağımız bu barədə nəyə görə zikr etməlidir dedi və ardınca da bir çox ayələri, surələrdən olan ayələri bizim üçün qeyd etdi. Bəli, mövzumuz zikrin davamıdır. Qonağımız Quran və Əhkam müəlliməsi Gözəl xanım Babaxanovadır. Xoş gördük Gözəl xanım. Xoş gördük Hüsalə xanım. Yenə də mən sizə dəvət etdiyiniz üçün təşəkkür edirəm. Və bu mübarək Ramazan ayı elə bizim mövzumuz da yerinə düşdü. Ramazan ayı bağışlanma ayıdır, məğfirət ayıdır. Zikr və duaların bu mənəvi aylarda Allah tərəfindən bəndələrinə olan geniş bir lütfüdür ki, Allah Teala ən xırda əməllə bəndəsini bağışlamaq üçün hazırdır, dəvət edir. Allah Teala hər bir Allahın dəvətini qəbul edən bəndələrinə bu ayın bərəkətini nazil etsin inşallah. Və bu ayda bilməyənlər, biraz necə deyərlər, vaxt tapıb bir mənəvi aləmə baş vurmağa imkanı olmayanlar üçün sanki bu zikir, dualar lap yerinə düşür ki, zikir, dua elə bir ibadətdir ki, ona məxsusi vaxt ayırmadan da elə hər bir işini gördüyün vaxtı o ibadətlə məşğul olmaq mümkündür və belə. Bəli, Gözəl xanım. Elə isə biz keçən mövzunun davamı olaraq ki, biz zikirlə bağlı olan sualımızı siz Quran surəsi və ayəsindən cavablandırır. Bu bizə yetərli və kifayət edəcək qədər istədiyimiz cavabı aldıq. Daha dolğun cavablar aldıq. Elə isə bugün verilişimizin davamı olaraq, zikir mövzusuna verilişimizin davamı olaraq biz zikrə baxaq. Zikir nə deməkdir? Ümumilikdə zikrin mənası və növləri haqqında danışaq. Bizə də maraqlı gəlir ki, bu mübarək gecədə, cümənin axşamdan gecəsində siz bizə hansı zikri tövsiyə edəcəksiniz? Buyurun, sizə eşidirik. Bismillahirrahmanirrahim. Bəli, biz keçən verilişimizdə niyə insan zikr etməlidir mövzusu ilə başladıq və bu xülasəsini belə demək olar ki, biz bildik ki, yaradılış etibarilə insan zərr aləmində, məna aləmi deyək, məlakut aləmi deyək, orada xəlq olunub, bu dünyaya Allah Teala bizləri göndərdi ki, Allahı bu dünyada tapaq, əhd aldıqdan sonra bağladı və dedik ki, insanın ilkin yaradılışı Allah Teala tərəfindən torpaqdan oldu. Bəşəriyyətin atası Adəm Peyğəmbər və anası Həzrəti Həvva Səlamullah əleyha və bundan sonraki mərhələdə maddiyyat aləmində bu ardıcıllıq, bu gedişat, bu inkişaf baş verdiyinə görə elə bu təbiət maddi aləmdə sonraki Adəm əleyhissalamdan sonraki yaradılış Adəm əleyhissalamın sülbündən və anamız Həzrəti Həvva Səlamullah əleyhanın bətnindən gəldi. Və bu barədə danışdıq və Quran ayələrinə baş vurduq, hədislərdən danışdıq. Və keçən verilişimizdə zamanımız olmadı. Bəli. Və Quran-ı Kərimdə bir çox ayələr var ki, Allah Teala Quranı orada zikir adlandırır. Bəli. Zikir deyərək təbir edir. Və buna bir-iki misal gətirmək istəyirəm. Quranda Hicr surəsinin 9-cu ayəsində deyilir ki, Bismillahirrahmanirrahim. İnnə nəhnu nəzzəlnə zikra və innə ləhu ləhafizun. Şübhəsiz ki, zikri biz nazil etdik, əlbəttə biz də onu qoruyacağıq. Bu da Quran-ı Kərim zikr olaraq gəldi. Və Nəhl surəsi 44-cü ayəyə baxsaq, tərcüməsi belədir ki, sənə də zikri nazil etdik ki, Peyğəmbərə xitabən buyurur.
Sənə də zikri nazil etdik ki, insanlara, onlara nazil olanı izah edəsən və bəlkə onlar fikirləşələr. Və burada dedik ki, keçən verilişimizdə dedik ki, Ər-Rəhmən surəsinə toxunduq ki, ilk olaraq Allah Teala elm verdi, ondan sonra insanı xaləqəl insan, insanı yaratdı və bu nemət verilmiş insanları, peyğəmbəri tapdıq, imamları tapdıq vilayət ayəsinin köməkliyi ilə və burada bir daha peyğəmbər və əhl-i beytinə aid olan bir ayə mən sizlərin nəzərinizə çatdıracağam. Ənkəbut surəsinin 49-cu ayəsi. Bəl huvə əyətun bəyinətun fi sudurillezine utul ilm. Buyurur ki, bu Qur'an elm verilmiş kəslərin sinələrində əzbər olan açıq-aydın ayələrdir. Yəni, burada bir daha Peyğəmbər və Əhl-i Beytinin həqqaniyyəti sübut olunur bu ayələrdə. Çox aşkar ayələrdir. Sinələrində elm verilmiş. Axı, Allah Teala Quran-ı Kərimdə özü dedi ki, elmi verdik, ondan sonra insanları yaratdıq. Demək, bu ayənin məzmunundan belə çıxır ki, bir Qur'an-ı Samit var, bir də Qur'an-ı Natiq var. Qur'an-ı Samit o kitabdır ki, biz Quran halında onu oxuyuruq, yəni susqun, danışmayan Qur'an. Bir də var danışan Qur'an, Natiq Qur'an, bunlar da Peyğəmbər və Əhl-i Beytidir ki, Allah Teala bu ayədə də buyurur ki, onların sinələrində biz onu qərar verdik ki, yəni Quranın batini, bütün batini mənalarını ki, Allah Teala bəşəriyyətə çatdırmaq istəyir, mütəşabih ayələr də var, bilirsiniz ki, onun izaha ehtiyacı var. Bunlar üçün mütləq Allahın yer üzündə bir nümayəndəsi olmalıdır ki, bu Qur'anı bəşəriyyətə izah etsin, çatdırsın. Beləliklə, deməli, sübut olaraq belə demək olar. Niyə Qur'an-ı Samit və niyə Qur'an-ı Natiq? Demək belə, ayə var, Qur'an-ı Kərimdə ayələr var, hökmlər var. Deməli, bu ayələri izah edən birisi də lazımdır, müəllim və hökmü tətbiq edən bir ilahi şəxsiyyət də lazımdır. Başqa cürə, yəni Qur'an-ı Kərimi hər bir kəs, saysız hesabsız insanlar götürsünlər, oxusunlar, hərə özü istədiyi kimi bir nəticə çıxartsın, hərə istədiyi kimi bir hökm versin. Deməli, belə olduğu halda yəni bu xaosdan başqa bir şeyə gətirib çıxarmayacaq. Çünki Allah Teala'nın Quranda olan ayələrindən yəni belə bir nəticə çıxır ki, Qur'anın batinini adi insanlar başa düşə bilməz. O, yalnız və yalnız elm verilmiş insanlar tərəfindən izah olunmalıdır. Və Qur'anda bir ayə də var ki, Qur'ana yalnız mütəhhərlər toxuna bilərlər. Mütəhhərlər, yəni paklar. Peyğəmbər və Əhl-i Beytin pak, məsum olduğu barədə ayələrimiz var. Yəni, onları xırdalamağa bizim vaxtımız çatmaz. Və ondan sonra o misal çəkdiyimiz ayələr, zikr əhli və Quran-ı Kərimdə Allah Teala buyurur ki, zikr əhlindən soruşun. Əvvəl deyir, zikri nazil etdik ki, bəyan edəsən, bəşəriyyətə də xitabən deyir ki, zikr əhlindən soruşun bilmədiklərinizi. Zikr əhlini də Allah Teala dedi ki, nemət verilmiş insanlar. Nemət verilmiş insanlar da Peyğəmbər və Əhl-i Beyt əleyhissalam. Deməli, dedik ki, Natiq-i Qur'an Peyğəmbər və Əhl-i Beyti oldu. Əhl-i Beyt əleyhissalam məsum olduqlarına görə, yəni sual versələr ki, özümüz sual etsək ki, niyə biz məhz Əhl-i Beytdən soruşmalıyıq? Belə cavab verirlər ki, onlar məsum olduqlarına görə, pak olduqlarına görə Allah Teala buyurur ki, Qur'ana yalnız paklar toxuna bilərlər. Bu, zahiri mənasını götürsək, yəni Allahın kitabı Quran-ı Kərimə boynunda qüsul olan, dəstəmazsız bir insanın toxunması haramdır. Yəni haram, böyük günahlardır. Yəni Allahın adları, Allahın kəlamına napak halda toxunmaq günahdır. Bu zahiri mənadadır. Amma onun batini mənası var. Yəni Allahı dərk eləməyən, mənəviyyat fəzalarına baş vurmayan, nəfsini öldürərək mənəviyyatını, ruhunu, qəlbini diriltməyən bir insan Quranın batini mənasına
çata bilməz. O ünvana baş vura bilməz. Deməli, bunun mənası bundaydı da. Bir də Gözəl xanım, bunu qeyd etmək olar ki, burada əlavə, necə ki, vurguladığınız ki, hissələr var idi ki, boyunlarında qüsul və yaxud da ki, müəyyən bir əməli olan insanlar Qurana toxuna bilməz. Elə Quran özü bizi bəzən açıq-aşkar, biz hər zaman deyik ki, Quran özü ən gözəl müəllimdir ki, özü deyir ki, 4 surə var ki, boynunda qüsul olduğun halda belə, sən o Quranın həmin Bismillahın bəsini belə deyə bilməzsən. Surələrimizdir. Bəli. Əslində bizim bu ayda Quranla bağlı danışmağımız, zikirlə bağlı danışmağımız mənəviyyatımızı, ruhumuzu təkamülə qaldıran bir hal olacaq inşallah. Buyurun, davam edin, siz dinləyirik. Bəli, zikir və dualar mövzusu, mən bu mövzu barədə işləyəndə mən gördüm ki, zikir və dualar əhl-i beytsiz mümkün deyil, insanı harasa çatdırar. Bəli. O cəhətdən, yəni daha bir sübut gətirmək istəyirəm Qurani Kərimdən ki, təkcə kitab kifayət etmir. Yəni bunu hər bir insan başa düşə bilər. Buna yəni dindar olmaq, ilahiyyatçı olmaq gərək deyil. Yəni bu dünya düzənində, bu dünyada insanın inkişafında, insanın o mərhələlərlə olan keçidlərində müəllimsiz heç bir yerdə mümkün deyil. İnsan körpə vaxtından, uşaq vaxtından bağçaya qoyursan, bağça müəlliməsi. Orta məktəbə qoyursan, oranın müəllimləri. Ali məktəbdə müəllimlər. Ondan yuxarı elm ocaqlarında hər bir yerdə müəllim. Əgər kitablar, yəni bütün tədris ocaqlarında kitablar mövcuddur. Özünə məxsus. Bütün tədris kitabları mövcuddur. Bunlar olduğu halda niyə bir insan özünə oturub alim olmur, oxuyub, o kitablardan istifadə edərək? Niyə? Çünki müəllimsiz mümkün deyil. O müəllim tədris etdiyi dərsin möhtəviyyatına malikdir. Necə deyirlər, sahibdir. Bir insan əgər riyaziyyatdan, fizikadan və yaxud digər fəndən dərs keçirsə, o keçdiyi dərsin bütün incəliklərinə bələddir. Və istənilən bir şagirdin verdiyi sualı açıqlamaq üçün onun əlində geniş imkanlar var. Yəni elmi imkanlar var. İndi gəlir Qurani Kərim Allahın kəlamı olan kitaba gəlincə, necə ola bilər ki, müəllimsiz o kitabı, nəsə o kitabdan istifadə edək və dərk edək. Halbuki, Peyğəmbər və Əhl-i Beytin müəllimi özü Allahdır. Onların elmi lədunnidir, yəni yalnız Allahdandır. Onların bu dünyada bəşər tərəfindən bir müəllimi mövcud olmamışdır. Ona görə də onların məsum olduqlarına görə Qurani Kərimin o ağırlığını, Qurani Kərimin o batini, necə deyirlər, çəksini onların tutumu var ki, gəzdirə bilsinlər. Onlar onu, necə deyirlər, mənimsəyə bilsinlər. Və daha bir, çox gözəl bir ayə ilə mən sübut edəcəm bunu. Fatih surəsinin 32-ci ayəsi. Allah Teala buyurur ki, Bismillahirrahmanirrahim. Thumma evratnel kitabellezine istafeyna. Buyurur ki, sonra kitabı seçdiklərimizə miras verdik. Deməli, o mirasdır. Peyğəmbər sallavatullahdan sonra, yəni miras imamlara keçdi. Miras olaraq imamlara verdi. Bu da belə, sonra o ayəni də dedik, mütəhhərlər toxuna bilərlər. Bunlar da elə Əhl-i Beyt əleyhissalamın özünə aid olan necə deyirlər, ayələrdir. Və Allah Teala buyurdu ki, zikri bizə bəyan etdi ki, bu kitab zikirdir və zikr əhlindən soruşun. Bu da Nəhl surəsinin 43-cü ayəsidir ki, Fəsəlu əhlə zikrə in kuntum la ta'lamun. Əgər bilmirsinizsə, zikr əhlindən soruşun. Yəni, bunlar çox aşkar bir ayələrdir. Həqiqətən, yəni ən sadə bir insanın da başa düşəcəyi ayələrdir. Bunlar ki, zikirdir, zikr əhlindən soruşun. Zikr əhli kimdir? Allah Teala Qurani Kərimin gedişatı boyunca, yəni bunların hamısının izahını bizə verir. Muhsin qiraətinin Nur təfsiri var, bilirsiniz. O Nur təfsirində Muhsin qiraəti bu ayə barədə buyurur ki, zikr əhlindən soruşun ayəsi barədə. Nəhl 43. Nəhl 43, bəli. Buyurur ki, bu ayə bəşər düşüncəsinin qəbul etdiyi ümumi bir prinsipi bəyan edir. Yəni, bayaq dediyimiz kimi, hər bir tədris ocağında, təhsil ocağında müəllimə ehtiyac var. Yəni, bunu bəyan edir. Yəni, bunu hər bir bəşər dərk edir, başa düşür.
Yəni insan həyat boyu bilmədiyi şeyləri elm, sənət, istehsal və digər həyatın bütün sahələrində mütəxəssis vasitəsilə öyrənir və hər bir işin öz mütəxəssisinə müraciət edir. Hər bir işi barədə o işin mütəxəssisinə müraciət edir. Yəni bu da Muhsin qiraətinin bu ayəyə olan təfsiri. Və keçdik, siz dediniz ki, zikrin mənası barədə, indi keçək əsas zikr barədə məlumatlar topladıqdan sonra keçək zikrin mənasına. Zikr nə deməkdir? Zikrin lüğəti mənasına gəlincə xatırlamaq, yada salmaq, yad etmək, bəyan etmək. Bəli. Yəni bu dilə gəlir. Zikrin lüğəvi mənası zikr dildə olan bir bəyana deyilir. Dini istilahda isə Allahın adlarını, sifətlərini, nemətlərini yad etmək və təkrarlamaq, dilin əzbəri etmək. Burada dilin əzbəri də qeyd olunubdur. Dilin əzbəri etmək, yəni o mənadadır ki, sən o zikri əzbərdən bilirsən, o zikr daim, harda olursan, o daim sənin dilindədir. Bir var zikri götürən təsbihi, oturan vaxt ayıran bir yarım saat, hardansa oxuyan və yaxud oturan. Bir də var ki, zikrin əzbəri odur ki, o daim mənim yadımdadır və o daim o zikr mənim dilimdədir. Həm qəlbimdədir, həm dilimdədir. Belə zikrin həm lüğəvi, həm istilahi mənası barədə dedik. Zikrin növləri. Ən gözəli bəli budur ki, biz zikr deyərkən biz xanım Zəhra Səlamullah əleyhanın zikrini bilirik ki, Allahu Əkbərdir, Elhamdülillah, Subhanallah. Başqa hansı zikirlər bu ayda eləsək və onun inşallah mənasını da deyim ki, izləyicilərimiz daha çox ondan bu ayda istifadə edə bilsinlər. Bəli, Vüsalə xanım, biraz siz qabaqladınız. Bəli. Mən həmən o mövzuya gəlirəm, amma o zikrin o növləri barədə yox, zikrin özünün mərhələləri barədə danışacağım. Onlar o hansı zikirlər barədə onları danışarıq inşallah. Zikrin növləri, zikrin birinci mərhələsi dillə zikr etməkdir. Dillə zikr etmək. Allahın adları, xüsusiyyətləridir, Allahın sifətləridir. Biz harda oluruqsa olaq, yəni istər oturdun, o bayaq dediyimiz kimi təsbihə əli bağlırsan, sayla deyirsən, ya dildə zikr edirik. Bu zikrin ilkin mərhələsidir. Ola bilər ki, bu dillə zikirdə qəlb iştirak eləməsin. Zihni iştirak eləməsin. Amma yenə də zikir qeyd olunur. Hər bir halda bu zikrin insana faydası var. Təbii ki, o belə misal çəksək, bir nəfər soruşur ki, mən Quran-ı Kərimi başa düşmürəm. Yəni ərəb dilini bilmirəm, Quranı başa düşmürəm. Başa düşmədiyim halda mənim Quranı oxumağım nə qədər oxumağım və yaxud Qurana qulaq asmağımın mənə faydası varmı? Belə bir misal çəkirlər ki, bir bulaşıq qabıdır. O qabı aparırsan, suya salırsan, çıxardırsan. Yəni sən zikri təkrar edirsən, onu da təkrar suya salıb çıxardırsan. O suyu özündə saxlamır, qab qırıqdır və yaxud nədir. Amma hər bir o su onu paklayır. Yəni Quranın cazibə qüvvəsi var da, o Quranın cəzb etmə qüvvəsi var ki, o insanda hətta onu başa düşməsən, mənasına vara bilməsən belə, insanın yəni mənəvi cəhətdən təsiri var, insanı paklamağa, insanı hidayət eləməyə qadirdir. İkinci növü? Bu, Peyğəmbər Salavatıllahın ilkin Peyğəmbərliyə seçilən dövrləri barədə tarixi o hadisələrə baxsaq, görərik. Müşriklər hətta Quranı eşitməsinlər deyə Məkkəyə gələnlərə deyirlər ki, qulaqlarınıza pambıq tıxıyın, orada bir nəfər yəni hərzə-mərzə sözlər danışır, nəuzubillah, belə, yəni qarşısını alırdılar. Belə, dedik, birinci dillə zikr etmək, ikinci qəlbdə zikr etmək. Qəlbdə zikr etmək. Qəlbdə zikr etmək nədir? Mən dildə, misal üçün, zikr edirəm Subhanallah. Subhanallahı dildə zikr edirəm, mənasına varmıram. Amma qəlb və dil eyni zamanda zikr eləyəndə mən zehnimdə Subhanallahın mənasına baş vururam. Mənasını, Subhanallah, deyirəm, Subhanallah nə deməkdir? Allah bütün nöqsanlardan münəzzəhdir. Allah bütün nöqsanlardan uzaqdır. Heç bir nöqsan, heç bir, necə deyirəm, naqislik Allaha çata bilməz. Allah mütləq kamildir, hər bir işində Allah hikmət sahibidir. Yəni bunu düşünürəm zehnimdə və Allaha iman yaranır. Allaha iman yaranır. Mən bilirəm ki, dildə zikr etdiyimi
qəlblə kimi zikr edirəm. O zaman bu həm dildə, həm qəlbdə zikr olur. Bu da qəlbdə yəqinliyin yaranmasına, imanın güclənməsinə səbəb olur. Deməli, beynində, zihnində sən o dildə zikr elədiyin sözün mənasını düşünürsən, təfəkkür eləyirsən, başa düşürsən və o da qəlbə, yəni qəlbə necə xüruc eləyir. Siz bilirsiniz, o necə informasiya vasitələri dildir, gözdür, qulaqdır. Qəlbə oradan ötür də, qəlbə ötürən vasitələr olardılar. Necə ki, Qur'an-ı Kərimin o batini mənalarını, onun hər ilahi, necə deyirlər, ilahi feyzi bəşəriyyətə ötürən Peyğəmbər və Əhl-i Beytdir və insanın qəlbinə də o ilahi feyzi ötürən zikirlərdir. Yəni, onların mənasını dərk eləmək, əqli nöqteyi nəzərdən, yəni dərk etməkdir. Və bir də var əməli zikir. Bu üçüncü mərhələdə əməli zikir odur ki, insan əməldə, dildə etdiyi zikirləri əməldə yerinə yetirir. Məsələn? Məsələn, mən dedim ki, Subhanallah, dildə zikr etdim, zihnimdə təfəkkür etdim ki, Subhanallahın mənası budur. Allah Teala bütün nöqsanlardan münəzzəhdir, uzaqdır. Qəlbimdə də bunu dərk etdim, qəlbimdə yəqinlik yarandı, bunu anladım. Bütövlükdə canıma, qanıma işlədi ki, yəni Allahın bir sifəti Subhanallahdır, buna verir. O zaman insan nəyə baxsa Allahın işarələrini, Allahın nişanələrini görəcək. Gözəllikləri. Ağaca baxacaqsan, ağacda Allahı görəcəksən. Ağacın inşa. Özünə baxacaqsan, özündəki möcüzələri görüb Allahın hikmətini, Allahın nöqsansız xəlq elədiklərini görəcəksən. Hər bir şeyə baxsan, sən Allahın, yəni bu xəlq etdiyi məxluqat ki var, bütün məxluqat, onlarda nöqsansız bir, necə deyirlər, xaliqin yaratdığı məxluqatı görəcəksən. O zaman bu nə demək olacaq? Burada yəqin əmələ gələcək. Sən Allahı bəsirət gözü ilə, qəlb gözü ilə artıq görəcəksən. Necə ki, İmam Əli əleyhissalama soruşdular ki, o cür ki, sən ibadət edirsən, o Allahı görürsən ki, sən belə ibadət edirsən. Deyir, mən görmədiyim Allaha ibadət etmərəm. Nə cür görürsən? Ağa buyurur ki, bütün hara baxsan Allahın nişanələridir. Yəni, bunu görmək üçün insanın əqlini işlətməsi kifayətdir. Əql özü elə yeri gəlmişkən deyək ki, Allah Teala iki cür Peyğəmbər göndəribdir. Zahiri Peyğəmbərlər və batini Peyğəmbər. Zahiri Peyğəmbərlər 124 min Peyğəmbər, batini Peyğəmbər də ağıldır, şuurdur. Əqildə, ərəb dilində deyilən ki, Allah Teala onu insanın zatında qoyub və hər bir şeyə ağıl yolu ilə, idrak yolu ilə çatmaq mümkündür. Və zikirlər barədə belə deyək ki, gəldik sizin verdiyiniz suala ki, zikrin növləri barədə. Zikrin növləri dedi ki, Allahın adları, müqəddəs adlar vasitəsilə dildə onu bəyan etməkdir, təkrarlamaqdır. Deyək ki, Allahın ən gözəl adları, Əsma-ül Hüsna adları Quran-ı Kərimdə 99 sayda bəyan olunur. Və buna deyirlər Əsma-ül Hüsna, Allahın ən gözəl adları. Coşan Kəbir duası var. Bəli. Coşan Kəbir duasında... Ki, bu əsmə, üzr istəyirəm, fikrinizdən nəsə yandıram. Məxsusən bu ayda da oxunacaq Qədir Gecə Coşan Kəbir duasında. Bəli. Ona görə elə bu Coşan Kəbir duasını vurğuladım ki, istifadə edək elə hamdullah, inşallah. Coşan Kəbir duasında Allahın 1000 adı keçir. Coşan Kəbir duası özü 100 bənddən ibarətdir. Hər bənddən Allahın 10 adı çəkilir. Və bütövlükdə edir 1000 adı keçir. Ona görə yəni bu duanın əzəməti ondadır ki, Allahın adlarının sayı burada 1000-ə çatır və bir mucir duası var, bilirsiniz. Mucir duası var. O mucir duasında 90 bənddəndir. Hər bənddə Allahın 2 adı keçir və mucir adı hər bir bənddə təkrar olunur. Bu da belə. Keçək zikirlərə. Gəldik zikirlərə. Zikirlərin ən üstünü. Deyək ki, bütün zikirlərə keçid, açar, təsbihat-ı əlbəlidir. Bizim bildiyimiz namazın 3-cü və 4-cü rükətlərini dediyimiz zikir. Bəli, 3-cü və 4-cü rükətlərdə
dediyimiz təsbihat-ı ərbə zikirlərin açarıdır. Həmən Biraz o açıqlayın zikirlər da zəhmət xəzinəsi ki olmasa. var, onun açarıdır. Buyurun. Deməli, Allahın ən əzəmətli sifətləri biz elə o biri verilişimizdə gələndə Fatihə surəsində bunlara toxunduq. Əlhəmdülilləhi Rabbil aləmin deyəndə orada toxunmuşduq. Burada təsbihat-ı ərbə Subhanallahi vəlhamdülillahi və la ilahə illallahu vallahu əkbər. Deməli, burada gəlir Subhanallah, bayaq mənasını dedik. Vəlhamdülillah, Allahın bütün o nişanələrini, Allahın əsərlərini gördükdən sonra Allahın nöqsansız olaraq yaratdıqlarını gördük. Allahın hər bir işi, yəni kamildir, nöqsansızdır. Ondan sonra bütün nemətlər Allahdandır, bütün gözəlliklər Allahdandır. O zaman bəndə neynəməlidir? Allaha bir gözəl şəkildə həmd etməlidir ki, Allahın adlarından biri də elə həmiddir. Bu zaman deyir, Əlhəmdülilləhi Rabbil aləmin. Və la ilahə illallah. La ilahə illallah da dinin alınmaz qalasıdır deyir. Allahın alınmaz qalasıdır. İmam Rıza əleyhissalamdan bir hədis nümunə gətirmək istəyirəm. İmam Rıza əleyhissalam buyurdu ki, la ilahə illallah Allahın alınmaz qalasıdır. Kim o qalaya daxil olsa, Allahın amanında, pənahında olar. Və ağa biraz sükut etdikdən sonra döndü, davamını belə dedi. Amma şərtləri var. O qalaya girməyin şərtləri var. Yəni, o şərtlərdən biri də mənəm. Ağa özünü yəni nişan verdi ki, yəni o şərtlərdən biri də mənəm. Yəni, zikr əhli, Allahın buyurduğu, o Quran-ı Kərimi Peyğəmbərdən sonra miras verdiyi kimsələr Əhl-i Beytin 12 imamının özüdür. Və Allahu Əkbər, bütün bu, la ilahə illallahda biraz açıqlama vermək istədim. Allahu Əkbərə inşallah sonra keçərik. La ilahə illallah kəlməsi özü inkarla başlayır. La ilahə. İlah yoxdur, məbud yoxdur, tanrı yoxdur. Yəni görürsən, insan, yəni o tərcümə ilə belə baxanda insan şoka deyir. Necə Allah yoxdur, məbud yoxdur. Ardıcan buyurur ki, illallah. Allah kəlməsi bilirsiniz ki, o əvvəldə əl artikli gəlir, müəyyənlik bildirir və o, həmən o ilah yalnız o Allaha aiddir. Əl artikli gələndə, məsələn, məbud deyirlər, tanrılar deyirlər, ilahlar deyirlər, amma Allahda yalnız o tək olan, vahid olan Allah nəzərdə tutulur. Deyir ki, Allahdan qeyri məbud yoxdur, tanrı yoxdur, ilah yoxdur. Yəni nə? Allah Teala hələ bizi yaratmamışdan qabaq bilirdi ki, biz nələr eləyəcəyik, nələr törədəcəyik bu dünyada, necə o gözəl Allahı qoyub özümüzə Allahlar, məbudlar qərar verəcəyik. Ona görə bu zikirlə deyir ki, o zahiri və batini bütlərə, istayiş etdiyin o bütlərə, o ilahların hamısına yox deyəcəksən, hamısının üstündən bir xət çəkəcəksən, ondan sonra mənə tərəf gələcəksən. Daha bir gözəl bir izah verək. Allah Teala buyurur ki, qəlb, müminin qəlbi mənim hərəmimdir. Hərəmdir. Yəni o hərəm, yəni Allahın girib çıxdığı bir yerdir. Qəlbdə ancaq Allah ola bilər. Biz o qəlbə o qədər bütləri yerləşdirmişik ki, o bütlər olarkən Allah pakdır, Allah ora girməz. La ilahə illallahla Allah Teala buyurur ki, əvvəl o bütlərdən qəlbinizi təmizləyin. Yəni nə bütlər? O bütlərdən biraz danışaq da, bəlkə elə özümüz bilmirik nə qədər bütə sitayiş eləyirik Allahdan qeyri. Deməli, dünyaya, dünyanın içindəkilərə, dünyada olanlara məhəbbət. Hətta o dünyanın nemətləri ki var, hər bir insanın özünün, bu mənim hobbimdir, bu mənim nə bilim ən çox sevdiyim bir şey. Biri yeməyi özünə rəbb seçib, biri geyimi rəbb seçib, biri gəzməyi rəbb seçib, biri övladını özünə rəbb seçib, biri necə deyərlər, şənlik yeyib, yəni o şənlik məclisləri bunu özünə rəbb seçib. Belə
Saysam, seçib deyərkən yəni bağlılıq, ən çox fikrində, zikrində. Biz deyirik ki, zikr nə deməkdir? Qəlblə dil həmahəng olaraq Allahı zikr edir. Allahın adını dilində zikr edirsən, qəlbində, zehnində onun barəsində düşünürsən, qəlbində də, yəni o qəlbdə oturur, yatır o zikr, qəlbdə təsdiq eləyərək o zikri dillə bərabər həmahəng zikr eləyir eyni zamanda. Amma bir də var ki, mənim fikrim, zikrim bir geyimdə qalıb, tutaq ki. Deyirəm, o filan geyimi mən gedib mütləq almalıyam. Filan kəs geyinmişdir, mən ondan almalıyam, ondan xoşum gəlir. Bu var, o yoxdur. Sən dildə ancaq elə dilin, sənin qəlbinin zikri dünyada olan bir nemətin izinə, dalına düşüb. Onu əldə eləmək üçün çalışıb çabalayırsan. Yəni bu mənada sən artıq Allahı Rəbb seçib Allahı zikr eləmirsən. Sən Allahın verdiyi nemətlərdən birini özünə Rəbb seçib onun dalına düşmüsən. Onun ardındasan. Harda oturur deyir ki, gözüm qaldı, filan kəsdə filan geyimi gördüm və yaxud filan əşyanı gördüm, neynədim. Qəlb də gecə-gündüz fikirləşir ki, mən nə vaxt onu əldə eləyəcəm, nə vaxt ona çatacağım. Bu mənada. Ona görə də buyurur ki, zahiri və batini bütlərə əvvəl yox deyəcəksən, onların üzünə qapını bağlayacaqsan, onları qəlb evindən çıxardacaqsan və ondan sonra Allahın həqiqi, yəni hərəmi olan, əsl o sakini olan sahibinə qaytaracaqsan. Bəli, bu mənada La ilahə illallah zikri özü bir, yəni zikirlərin hamısı, bu təsbihat-ı ərbəyə özü, yəni dedi ki, o zikirlərə bir açar sözlərdir, açar zikirlərdir. Sanki o zikirlər aləminə girmək üçün bu açarla açıb girirsən. Bu 4 məfhumun mənasını başa düşdükdən sonra o biri zikirləri zikr etməkdə, Allahdan istədiklərimizə zikirlər vasitəsilə nail olmamızda bir maneə qalmır. Ona görə də o zikirlər aləminə baş vurmaq üçün ilk növbədə ora girmək üçün bizə mane olan o maneələri, o sədləri keçməliyik. Onları keçmək üçün də ən gözəl zikir, yəni təsbihat-ı ərbəədir. Ondan sonra gəlir Allahu Əkbər. Bütün bunları dərk etdikdən sonra, yəni Allah o qədər böyükdür ki, Allahu Əkbər deyəndə biz yəni bu maddiyyat aləmində olan ölçü vahidləri ilə ölçüb müqayisə etmirik ona. Yəni Allahın qüdrəti, Allahın bütün necə deyirlər, qüdrət sifətləri bütün hər bir şeyi əhatə eləyib. Yəni Fatihə surəsində buyurdu ki, Elhamdülillahi Rabbil aləmin. Aləmlərin Rəbbi olan Allaha həmd olsun. Yəni dünya bir aləmdirsə, biz bilmirik hansı aləmlər var. Allah Taala, məsələn biz özümüz yaşadığımız bir dünyaya baxsaq, biz özümüz bu cılız, aciz, möhtac vücudumuzla bu geniş, sonu ucu bucağı biri görünməyən kainatın zərrəsindən də aşağıyıq, zərrəsindən də kiçiyik. Yəni əhatəmiz bu qədərdir. Amma Allahın hər bir şeyə əhatəsi var. Yaratdığı bütün aləmləri Allah əhatə eləyir. Allahın böyüklüyü, yəni bu, Allah heç bir şeydə Allahın acizliyi yoxdur. Allahın, yəni heç bir şeydə zəifliyi yoxdur. Zəiflik, Subhanallah'da dedik, yol tapmaz. Mən bir şey istəyəndə elə bir varlıqdan istəyirəm ki, yəni ondan almamaq mümkün deyil. Onun bitib tükənməyən xəzinələri var. Əta etdikcə azalmayan xəzinələri var. Ona görə də Subhanallahi velhamdülillahi və la ilahə illallahu vallahu əkbər. Nə gözəl, həqiqətən Gözəl xanım, o qədər gözəl vurğuladınız ki, insan bir qədər də vaxtın geniş olduğunu bilib də digər zikirlər haqqında da sorğu-sual edib və onlar haqqında danışmaq. Elə bilirəm ki, bu ayda mənəviyyat baxımından, mənəvi baxımdan bizim yüksəlişimizə, təkamülümüzə səbəb olacaq zikirləri deyəcəydiniz. Sizə təşəkkür edirik. Təşəkkür edirik ki, təklifimizi rədd etmədiniz və bu mübarək ayda bizim izləyicilərimizə ən gözəl elmin bir sahəsi deyək də, elmin ən gözəl təbərrükü olan, şirinisi olan zikir haqqında danışdınız. Mən də sizə öz dərin təşəkkürümü bildirirəm. Siz dəvət etdiniz, bu mübarək aylarda, mənəvi aylarda
Allahın dininə xidmət etməkdə, Allahın bəndələrinə xidmət etməkdə vəsilə oldunuz və buna görə mənim də sizə çoxlu təşəkkürüm var və bir də sizin dediyiniz bu mənəvi aylar zikir və dualar ayıdır. Nəinki zikir və dualar ayıdır, bu Allahın rəhmət ayları o adi vaxtda etdiyimiz zikirlərin 100 bərabərinin, 1000 bərabərinin insana Allah Taala'nın əta etdiyi aylardır. Və bu aylardan istifadə etməmək, yəni bilmirəm, yəni qəbahət çox kiçik saylardır. Başqa cürə hər kəs buna özü-özünə sual versə daha yaxşı olar. Bəli, təşəkkür edirik bir daha. Bəli, əziz izləyicilər, gecənin bu vaxtında artıq axşam əzanı verilib, hər kəs iftarını açıb. Bizim bu gözəl verilişimizdə də sizlər bir mənəvi baxımından təkamül istədiniz və dinlədiniz. Elə isə gecənin bu aləmində, ruhumuzun dirçələn bu vaxtında ən gözəl şəkildə səccadəmizi sərib, ən gözəl olan Ramazan ayının gecəsinin namazını qıldıqdan sonra Subhanallahi və elhamdülillahi və la ilahə illallahu və allahu əkbər zikrini qəlbən deyək. Çünki qonağımız da belə buyurdu. Ən gözəl zikir dildə iqrar etmək, qəlbdə onu həqiqətlə tapmaq, əməldə isə göstərməkdir. Elə isə zikrinizi Allah ali dərəcədə qəbul eləsin. Allah amanında.